Bismillahirrahmanirrahim. Dinlərin qaynağı və Şumer lövhələri. Günümüzdə dindən, xüsusən də İslamdan bəhs etdiyimiz zaman bəzi insanlar İslamın mənbəyi olaraq keçmiş qövmləri göstərirlər. Yəni, güya bütün dinlər və əsasən İslam özündən öncə yaşamış millətlərdən bu fikirləri götürmüş və yeni bir forma qazandıraraq insanları idarə etmək üçün ortaya atılmışdır. Bu fikirlə dini inancları günümüzdə insanlığın ən qədim sivilizasiyası sayılan Şumer mədəniyyətinə və bunlardan geriyə qalan yazılı lövhələrə dayandırırlar. Bildiyimiz kimi, Şumerlər ən qədim yazı abidələrinin aid olduğu bir mədəniyyətdir. Çünki insanlığa dair ən qədim yazılı abidənin məhz onlara aid olduğu qəbul edilir. 19-cu əsrdə kəşf edilən bu lövhələrin oxunması ilə buradakı bəzi bənzərlikləri əsas gətirərək güya İslam və ümumən inanclar əslində buradan törəmiş dastanlardan ibarətdir fikri ortaya atılmağa başlandı. Yəni onlara görə İslam dini keçmiş əhvalatların toplanaraq yenidən ortaya çıxarılmasından ibarətdir. Çünki bu gün Quranın bizə verdiyi xəbərləri keçmişdəki insanlar da bilirdi. İlk olaraq ümumiyyətlə Quranın keçmişə dair verdiyi xəbərin yenə keçmişə aid mətnlərdə bənzər özəlliklərlə tapılması bizim üçün təbiidir və hətta Quranın möcüzəliyinin bir nümunəsidir. Çünki onsuz da İslamı qəbul edən hər bir şəxs bilir ki və qəbul edir ki, İslamın bizə öyrətmiş olduğu təməl dini inanclar və yaşanmış hadisələr bizdən öncə gələn qövmlərə də öyrədilmiş və anladılmış həqiqətlərdir. Yəni biz bilirik ki, bizdən öncəki qövmlərə də bizə gəldiyi kimi peyğəmbərlər gəlmiş və onlara bu gün İslamın bizi çağırdığı təkilahlığa dəvət etmişdir. Bu fikri irəli sürənlər elə zənn edir ki, sanki Quran bu əhvalatlardan bəhs edərkən bunlardan ilk bəhs edən kitab olduğunu irəli sürür. Quranın belə bir iddiası olmamaqla yanaşı, əksinə bunların bizdən öncəki topluluqlara anladıldığını və ya göstərildiyini açıq şəkildə bildirir. Yəni Quran və İslam bu inanc əsasları və əhvalatlardan bəhs edən ilk yazılı qaynaq olduğunu iddia etmir ki, sizlər tarixi olaraq ondan daha əvvələ aid bir yazılı mətni tapıb, sonra da Quranı rədd edəsiz. Bu məntiqsizdir. Məsələn, Həz. Nuh qissəsi ən çox önümüzə nümunə kimi qoyulan qissələrdən biridir. Bu lövhələrdə yazılana görə, güya tanrılar insanlardan narahat olur, bir sel göndərir və bu selin gəlişini onlardan yalnız salih bir insana xəbər edir. Beləcə, o bir gəmi düzəldir və gəmiyə həm ailəsini, həm də heyvanları mindirir və qurtulur. Təməl olaraq bənzərlik ehtiva edən bu və bu kimi əhvalatları irəli sürərək İslamın bu qaynaqdan qidalandığını iddia edirlər. İndi düşünsək, əgər Şumer lövhələri hələ də torpaq altında olsaydı, görəsən bu insanlar nə edəcəkdi? Yəqin ki, indi də dinin qaynağını Şumerlərdən biraz sonra yaşamış və yenə eyni əhvalatların anladıldığı sivilizasiyalara nisbət edəcəkdilər. Məsələn, Babil mədəniyyəti, eləcə də Akkad mədəniyyəti və ümumiyyətlə demək olar bütün qədim sivilizasiyalarda bu kimi sel, su basqını və insan oğlunun məhv olub sonradan yenidən canlanmasından bəhs edən bir əhvalata rastlamaq mümkündür. Məsələn, Yunan, Çin, Hind, Maya və s. ən qədim mədəniyyətlərdə də buna bənzər əhvalatlara rastlayırıq. Başa düşmək lazımdır ki, bu kimi əhvalatların tapılması və ya gün üzünə çıxması bizim əleyhimizə yox, əksinə lehimizə dəlildir. Bu yanaşma ilə İslamı sürüdə bilməzsiniz. Bir əhvalatın müxtəlif qaynaqlarda keçməsi, bir növ xalq yaddaşına çevrilməsi, onun həqiqətinə və var olduğuna bir dəlildir. Əks təqdirdə deməliyik ki, bütün insanlar bir araya gələrək, gəlin bir dənə əhvalat uyduraq, hamı öz dönəminə və coğrafiyasına görə uyğunlaşdırsın deyə qərar qəbul edib. Məsələn, A şəxsinin 2-ci Dünya müharibəsini anlatdığı bir əsəri oxuduğumuzu düşünək. Daha sonra A şəxsindən sonra yaşamış B şəxsinin bu haqda yazmış olduğu əsəri oxuyuruq. İndi hər iki kitabda baş verən əhvalatlar
dövlət başçılarının adları və ya siyasətləri haqqında eyni məlumatlar var deyə B şəxsi A şəxsindən oğurladı və ya kopyaladı deməyimiz necə məntiqsizdirsə, eyni şəkildə İslam Şumerlərdən və ya keçmişdə yaşamış qövmlərdən kopyalanıb deyimi də eyni ilə məntiqsizdir. Əgər tarixi bir mətnə yanaşmadığımız kimi dini mətnə yanaşırıqsa, burada hansı məntiqdən söz gedə bilər? Bundan əlavə, İslamı çürütmək üçün Şumer lövhələrini nümunə göstərənlər, yəqin ki, bu lövhələrin 19-cu əsrdə torpaq altından çıxarıldığından xəbəri yoxdur. Üstəlik, bu xalqın yaşamış olduğu Mezopotamiya ərazisinin Məkkədən nə qədər uzaqda olduğundan, o dövrdə orada hansı dövlətlərin hakim olduğundan da yəqin ki, xəbəri yoxdur. Peyğəmbərin bu lövhələrdən nəsə oxuması üçün ilk öncə bu lövhələri tapması və ya kiminsə tapıb ona gətirməsi, ikinci olaraq Şumercə bilməsi lazımdır. Bu da digər məntiqsiz bir yanaşma nümunəsidir. Sırf İslamı rədd edəcəklər deyə balaca bir uşağın belə əqlinin qəbul etməyəcəyi şeyləri deyirlər. Sonra da çıxıb elmdən və əqildən danışırlar. Yazılı öyrənmənin mümkünsüzlüyünü görüb, bu səfər şifahi olaraq öyrəndi deyirlər ki, bu da məntiqsizdir. Çünki bunu bizə nəql edən heç bir tarixi qaynaq və heç bir söz yoxdur. Yəni, Peyğəmbərin bu şeylərdən xəbərsiz olmasının ən başlıca nümunəsi yaşadığı qövmün ona qarşı çıxmaması və onu yalanlamamasıdır. Məsələn, Hud surəsi 49-cu ayədə buyurulur: Bu sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bunları nə sən, nə də sənin qövmün bundan əvvəl bilmirdi. Buna görə səbr et. Şübhəsiz ki, gözəl sonluq Allahdan qorxanlar üçündür. Düşünün ki, ilk fürsətdə Peyğəmbərin dəvətini alçatmağa çalışan, onun bir yalancı olduğunu iddia edən bir qövmə bu ayə nazil olur. Amma heç biri çıxıb demir ki, ey Muhammed, biz bunu bilirdik, sən də bunu bilirdin. Yəni, bunu desələr, əsl etibarilə bütün dəvət çökəcək və əgər bir yalan varsa, ortaya çıxacaq. Üstəlik, bu insanlardan tabe olan və olmayanlar arasında ona ən yaxın insanlar var. Məsələn, əmiləri, əmi uşaqları, ən yaxın dostları və s. Əgər bu bir yalan olsaydı, Peyğəmbər nə vaxtsa o dövrdə yaşamış dövlətlərə gedib bu şeyləri öyrənsəydi və ya oradan gəlmiş şəxslərdən dərs alsaydı, Peyğəmbəri hər fürsətdə yalanlayan əmisi Əbu Cəhil, eləcə də qövmü bunu niyə gizlədirdi? Belə bir fürsət heç qaçarmı? Digər tərəfdən, yenə onun uşaqlığına, necə böyüdüyünə şahid olan əmisi Həzrəti Hamza və Həzrəti Abbas və digərləri nə üçün yalancı birinə tabe olub bütün qardaşlarına, qohumlarına düşmən olsun? Doğru nəzərlə baxsaq, əslində bütün sahabənin göstərdiyi səmimiyyət özü də İslamın bir dəlilidir. Və sonra sanki elə bir zehniyyət formalaşdırıblar ki, Peyğəmbərə tabe olanlar sadəcə kasıblar və kölələr idi. Onlar güc qazanmaq və azad olmaq üçün bu hərəkata qatılıblar. Həqiqətə baxdığımız zaman isə bir düşünək, Peyğəmbərin belə bir şeyə ehtiyacı var idimi? Qövmü ən şərəfli qövm hesab edilirdi. Babası qövmünə liderlik edir. Yəni, qısacası, şöhrət desək onda, var dövlət desək onda. Bütün üstünlüklərin bir araya gəldiyi bir şəxsə başqa hansı üstünlük təqdim edilə bilər? Yəni, ortada bir dövlət də yoxdur ki, deyilsin ki, onun başına keçmək istəyir. Ona tabe olan Əbu Bəkir kölə deyildi, kasıb heç deyildi. Və eyni zamanda ona tabe olan Xədicə anamız da nə kölə idi, nə də kasıb. Bu iddianı dilə gətirənlər özlərini çox aydın hesab etdikləri üçün özlərindən öncə yaşamış qövmləri hər zaman geri düşüncəli, haya-küyə gedən adamlar kimi qələmə verirlər. Halbuki həqiqət heç də belə deyil. Baxdığımız zaman bu insanlar ticarəti bilən, hesab kitabı bilən, savaşmağı və savaş strategiyalarını bacaran insanlar idi. Yəni, ən az bizim qədər düşünə bilən və analiz qabiliyyəti yerində olan insanlar idi. Bütün bunların yanında məlum olur ki, heç kim yalan bir dava üçün bütün bir qövmünü qarşısına alıb şanından, malından və canından keçməzdi. Elhamdülillahi Rabbil alemin.